İslam tarixi və ədəbiyyatında mühüm yer tutan əsərlərdən biri də məktəllərdir. Məktəllər qətl olunan şəxs haqqında yazılan əsərlərdir və məktəl dedikdə birinci növbədə İmam Hüseyn əleyhissalamın şəhadətinə dair yazılan əsərlər nəzərdə tutulur. Hələ cahiliyyət dövründə ərəb qəbilələri arasında gedən müharibələr və vuruşmalar haqqında yazılan əsərlər Əyyamul Arab adı altında toplanırdı. Ərəb tarixində ilk məktəl müəllifi kimi Əbu Mixnəf məşhurlaşmışdı. Əsl adı Lut İbn Yəhya İbn Səid İbn Mixnəf Əl-Əzd Əl-Ğamidi olan ensiklopedik bilik sahibi və küfəli tarixçi Əbu Mixnəfdir. O hicrətin 57-ci ilində Kərbəla hadisəsindən 3 il əvvəl doğulmuşdu. Onun babasının babası Mixnəf İbn Süleym Peyğəmbər səhabəsi olmuş və Həzrəti Əli əleyhissalamın tərəfində Cəməl müharibəsində iştirak etmiş və qardaşlarını şəhid vermişdir. Əbu Mixnəfin yazdığı Məqtəlü İmam Hüseyn əsərindən Təbəri öz tarix əsərində bəhrələnmişdir. Müxtəlif İslam dövrü hadisələrini qələm alan Əbu Mixnəf daha çox İraqda baş verən siyasi çəkişmələri və hadisələri qələmə almışdır. Onun yazdığı əsərlər içərisində Həzrəti Əli əleyhissalamın dövründə aparılan müharibələrdən Cəməl, Siffeyn, Nəhrəvan döyüşləri, Riddə hadisəsi, Hürrə hadisəsi, Abdullah İbn Musəb, Muxtar Səqəfi, Süleyman İbn Surət və Eynülvərdə hadisəsi, Kitab-ülĞarat əsəri, Şamın və İraqın fəthləri kimi tarixi əsərləri vardır. Alman şərqşünası Julius Wellhausen məhz ərəb tarixinə dair yazdığı əsərlərdə Əbu Mixnəfin rəvayətlərindən faktlar gətirmişdir. Əbu Mixnəf haqqında ziddiyyətli fikirlər də vardır. Belə ki, Zəhəbi, Əbu Hatəm, İbn Əl-Ədi kimi hədis rəvayətçiləri onun söylədiyi faktları əsaslı hesab etməmiş və ona mətrukul hədis, yəni onun hədisini tərk etmək lazımdır kimi fikirlər söyləmişlər. Əbu Mixnəf haqqında dolaşan bu ziddiyyətli fikirlərə baxmayaraq, onun məqtəl əsərindən qaynaqlanıb müxtəlif məqtəllər yazılmışdır. Bunların içərisində Seyyid İbn Tavusu, Əl-Xarazmini, Məqatilü't Talibiyyin əsərinin müəllifi Əbulfərəc Əl-İsfəhanini, Molla Ağa Dərbəndinin Əsrar-ı Şəhadət əsərlərini misal çəkmək olar. Əbu Mixnəfin yazdığı İmam Hüseyn məqtəli bir neçə cəhəti ilə səciyyələnir. Belə ki, Əbu Mixnəfin sitat gətirdiyi rəvayət və hədislər birbaşa Kərbəla hadisələrinin şahidlərindən, eləcə də Kərbəla şəhidi Züheyr İbn Qinin həyat yoldaşı Binti Əmrin dilindən, Həzrəti Hüseynin həyat yoldaşı Rübab Binti İmrül Qeysin köləsi Əqəbə İbn Səm'an tərəfindən və bir neçə şəxs vasitəsilə İmam Zeynalabdin əleyhissalam və onun qızı Fatimədən, İmam Məhəmməd Baqir əleyhissalamdan, eləcə də müəllifin özü tərəfindən İmam Cəfər Sadiq tərəfindən söylənilən rəvayətlərə əsaslanmışdır. Əbu Mixnəf Həzrət Rübabın köləsi Əqəbə İbn Səm'andan belə sitat gətirir. Sahibtu Huseynən xərəctu minəl Mədinə ilə Məkkə və min Məkkə iləl İraq
Və ləm ufariqhu hattə qutilə. Mən Hüseynə yoldaşlıq etdim. Onunla Mədinədən Məkkəyə, Məkkədən İraqa gəldim və o qətl edilənədək ondan ayrılmadım. Əbu Mixnəfin faktlara əsaslanan bu məqtəl əsəri görünür həmin dövrdə Əməvilər və Abbasilər ideologiyası ilə düz gəlmədiyindən qəsdən yoxa çıxarılmış və bəzi əsərlərdə qalmışdır. Hətta Əbbasi xilafətinin tarixçisi Təbəri öz tarix əsərində Əbu Mixnəfdən statlar gətirmişdir. Karl Brokelman Əbu Mixnəfin İmam Hüseyn əleyhissalama yazdığı məqtəlinin Hicri 1311-ci ildə Bombeydə yazılan əlyazmasının İtaliyadakı Ambrosian kitabxanasında saxlandığını qeyd edir. Hədis ravisi Hişam ibn Məhəmməd Əl-Kəlbinin atası Məhəmməd Əbu Mixnəflə yaxın dost olmuş və onun söylədiyi hədis və rəvayətləri sonralar tarixçilər arasında yaymışdır. Şərqşünasların fikrincə Əbu Mixnəf ensiklopedik bilik sahibi və İraq dövlətinin ən güclü tarixçisi hesab olunur. Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə məqtəl janrının əsasını Məhəmməd Füzuli Hədiqətü's-Süəda əsəri ilə qoymuşdur. Güli bu sitanı vəfadır Hüseyn, dürri dirci sidqü səfadır Hüseyn, Cigərgüşeyi Həzrəti Fatimə, süruri dili Müstəfadır Hüseyn. 19-cu əsrdə Abbasqulu Ağa Bakıxanov Qubada ədəbi məclis təşkil edərkən məhz Gülüstan Ədəbi Məclisinin və Quba ruhanilərinin istəyi ilə Riyazül-Qüds əsərini qələmə almışdır. Ədəbiyyat tariximizdə Şühədanamə də məqtəl hesab edilir. Məqtəl janrında yazılan əsərlər Mərsiyə ədəbiyyatının sonrakı inkişafında və nüfə müəlliflərinin tarixi faktlara əsaslanmasında əsas qaynaqlardan biri olmuşdur.